Salam, mövzu üzrə modellər 2004-2024 test toplusu. Baxın, üzünü də göstərək bunu sizə. Birdən deyərsiniz bu hardandır bu suallar. Bəli. Nömrə 5. Kimya və reaksiyon təsdifatı test izahınıza başlayırıq. Əslində burada olan sualların bir çoxunu biz topulda görürük. Amma bəziləri də var ki, görmürük. Ona görə işləyəcəyik. Həm yaddaş olar, həm də təkrar olar. Birinci sual deyir, 4 qram hidrogen yanan zaman 2 kilojol istilik ayrılmışdır. Suyun əmələ gəlmə istiliyini hesablayın. Suyun əmələ gəlmə istiliyini hesablamaq üçün reaksiyon istilik effekti suyun əmsalına, moluna bölmək lazımdır. Bu reaksiyanı elə yazmaq olar ki, məsələn, hidrogen H2 4 qram. 4 qram hidrogen, 4 qram hidrogen. 2 mol hidrogen. 2 mol hidrogen yandıqda 2 mol su alınır və 2 mol su alınanda 2 kilojol istilik alınıbsa və bizdən də suyun əmələ gəlməsini istəyir. Bu 2-yə də 2-yə bölərəm, cavabı taparım. Çox uzatmağa bir ehtiyac yoxdur. Hansı reaksiya birləşmə reaksiyası deyil? Burada H sonu alınırdı, bilirdiniz. Burada natrium OH alınır. C'də mis plus H2 alınır. Amonium klorid və kalsium hidroksid alınır. Cavab da burada C olacaq. 3. Hansı reaksiya tənliyində istilik effekti maddənin əmələ gəlmə istiliyini əks etdirir? Burada əmələ gələn maddə 1 mol əmələ gəlsin və bəsit maddələrdən əmələ gəlsin. O zaman olar. Məsələn, baxın. Burada B variantında var. Əmələ gələn maddə heç bir bəsit maddələrdən yaranmır. C-də bəsit maddələrdən əmələ gəlir, amma 2 mol əmələ gəlir. Əmələ gəlmə istiliyini tapanda mən 2-nü 2-yə böləcəm. Daha bu reaksiyanın istilik effekti həm də əmələ gəlmə istiliyi deyil. D-də bəsitlik yoxdur, Y-də də C-dəki problem var. 4-cü sual. Termokimyəvi tənlik üçün hansı kəmiyyətlər bir-birinə bərabərdir? Suyun əmələ gəlmə istiliyi 572/2 286. Üstün qabağına yazın. Müsbət 286. Reaksiyon istilik effekti müsbət 572. Hidrogen yanma istiliyi böldük müsbət 286. Suyun parçalanma reaksiyasının istilik effekti olacaq. Bu reaksiyanın əksi mənfi 572. Ona görə də 1 və 3 C variantı. 5-ci sual. Karbon və 6 mol kükürt qarışığının yanmasından 6 mol 2000 kilojol istilik yaranmışsa neçə mol karbon olmuşdu? Məncə məsələni səhv qurub, bu topulda belə çıxmırdı qabağımıza. Çünki 6 mol kükürt olsa 6 mol SO2 yaranacaq və 1800 kilojol istilik yaranacaq. İkisi bir də 2000 yaradıbsa, deməli karbon 200 yaratmalıdır. Bu da karbon 0,5 moluna uyğundur. 0,5 cavablarda yoxdur. Bəlkə də bu demək istəyib ki, karbondan və kükürtdən ibarət 6 mol qarışıq. İkisi bir yerdə 6 mol. O zaman ola bilərdi. Bir dənə topluda bunun düzgün versiyasına baxaq. Çünki müəllif bu sualları müxtəlif illərdə adından da göründüyü kimi 2004-2024 illər üzrə yığmadı. Nəsə çapda səhvlər gedib. Bu da o səhvlərdən biri ola bilər. Ona görə işimizi sağlama alaq. Sualı göstərək sizə. Həll eləyənlər bunu görüblər, bu sualı. Karbon və kükürtdən ibarət 6 mol qarışıq görsə, eyni sual. Eyni sual. İndi mən onu burada hara getdi? Yəni 6 mol ikisinə aiddir. İndi baxın, belə deyək. 1 mol karbon yananda elə 1 mol karbon yananda 1 mol CO2 yaranır, 400 kilojol istilik yaradır. 1 mol kükürt yananda 1 mol SO2 yaradır, 300 kilojol istilik yaradır. İndi bunlar ikisi bir də 6 moldur. Onda birinə A mol desəm, A mol karbon, A mol CO2 əmələ gətirər, 400 A istilik yaradar. B mol kükürt, B mol SO2 əmələ gətirər, 300 B istilik yaradar. Bunların mollar cəmini A plus B dedik. Bu 6. İstilikləri cəmi də 400A plus 300B bərabərdir 2000. Məndən
karbonu istəyir. Onda yuxarını 3-ə vururam hər tərəf. 300A üstü gəlsin 300B bərabərdir 1800. Sistemlə yuxarıdan aşağı çıxanda 100A bərabərdir 200, A da bərabərdir 2. Deməli qarşılıqda 2 mol karbon olur. Sonra burada bunu necə eləyəcəyik? Bərk maye qaz istiqamətində proses endodur. Yəni Q kiçik 0. Əksinə proses exodur, Q böyük 0. Mayədən buxara gəlib, yəni qaza gəlib, Q1 kiçik 0. Buxardan mayəyə gəlib, qazdan mayəyə, Q2 böyük 0. Mayədən bərkə gəlib, mayədən bərkə, yəni Q3 böyük 0. Və burada isti effektləri üçün istifadə. Q1 çıx Q2 kiçik 0-dır. Q1 özü mənfi rəqəmdir. Və mənfi rəqəmdən müsbət bir rəqəmi çıxsa, 0-dan kiçik olacaq. Məsələn, özündən rəqəmlər verib, rastgələdə. Məsələn, bunlar biri mayədən buxara, biri buxardan mayə olduğu üçün buna mənfi 10 deyim, məsələn, özümdən də. Buna müsbət 10 deyim. Bu mayə bəkdir, məsələn, atıram buna 20 deyirəm, müsbət 20. İndi yerinə qoyum. Yəni, bunlar həqiqi istilik effektləri deyil. Sadəcə prosesi, işi, məsələni sadələşdirmək üçün deyirəm. Mənfi 10 çıxılsın 10. Bu mənfi 20 eləyər və həqiqətən də 0-dan kiçikdir. Bu doğrudur. Q1 çıx Q2 böyükdür 0 deyir. Bu uca səhv olacaq artıq. Üçüncü də Q3 20 çıxılsın Q1. Yəni mənfi 10. Bu edir müsbət 30. Yəni 0-dan böyükdür. Bu da doğrudur. 1, 3 doğru olacaq. Bu şəkildə əgər bunlara mənfi müsbət kimi yanaşsaq. Əslində mənim öz subyektiv fikrim, yəni baxışım. Burada mənfi istilik deyə bir şey ola bilməz də. İstilik necə mənfi ola bilər ki? Bu da bir enerjidir. Sadəcə udulan, ayrılan mənasında onu fərqləndirmək üçün minus plus qoyuruq deyə düşünürəm. Daha mənfidir. Bu biraz məncə diqqət olunması məqamdır. Məsələn, burada deyirik mənfi 280 2840 kilojol. Bu o demək ki, 2840 kilojol udulur. İstiliyin mənfisi necə olar? Nəysə, amma testlərdə mənim dediyim kimi yox. Bu həqiqətən mənfi şəkildə yanaşılır. Ona diqqət edək. Siz də elə götürün. Birinci reaksiya endotermik deyir. Birinci reaksiya yox. Birdə deyir, reaksiya endotermikdir. Bəli. Qlikozan tam yanma reaksiya istilik effekti. Bunu tərsinə çevirsək yanma olacaq və bura olacaq müsbət 2840. Bu da doğrudur. Qlikozan tam yanma reaksiya entalpiya mənfi olacaq artıq. Çünki istilik müsbət olanda entalpiya mənfi olur. Bu səhv. 4 var. Reaksiya həcmin artması ilə gedir. Baxın, burada qazdır, mayedir, bərkdir. Bura 6 düşməlidir. Görsə, çap dediyim problem budur. Bura 4 düşmüyor, bura 6 düşmüyor. Bu da qazdır. Reaksiya həcmin dəyişməməsi ilə gedir. Bu da yanlışdır. Nə oldu? 1 və 2 doğru oldu. Doğruları istəyirdi. 1 və 2 0. 8-ci sualda deməli NO-nun parçalanması reaksiya istilik effekt. Deməli biz birləşmə reaksiyaları eksotermik, parçalama endotermik deyə ümumi bir qayda deyirik, amma onların çoxlu istisnaları var. İstisnalardan da biri NO-nun parçalanmasıdır. Parçalanma olsa da eksotermikdir. Yəni ikinci reaksiya eksi olacaq. Buradan O2 və N2 alınıb. Niyə O2, N2? Çünki bu X-a N2 yazsam N2, N2'ye reaksiya girməz ona görə. Burada NO alınacaq. Birləşmə də amma endotermikdir. Burada da yenə NO alınacaq. Birləşmə də amma endotermikdir. Deməli, eksotermik olan sadəcə 2, endotermik 1, 3. C variantı. 9-cu sual. Deməli, deyir ki, asetilin əmələ gəlmə istiliyini kilojol bölü mol ilə hesablayın. Burada asetilin əmələ gəldiyi reaksiya baxırıq. Mənfi 377. Buradan da biz reaksiyanın istilik effekti mənfi 377 bərabərdir. Sağ çıx sol. Bunu dərs sahəsində də qeyd edirəm. Sağda duranların istilik effekti əmələ gəlmə istiliklərinin cəmindən ilkin maddənin əmələ gəlmə istiliyini çıxırıq və istilik effektini alırıq. İstilik effektimizdə mənfi 377-dir. Bəsit maddəni nəzərə almırıq. Asetilin əmələ gəlməsini bir x deyək. X çıxılsın.
Metan əmələ gəlmə istəyi, baxın burada. Bu reaksiya, ikinci reaksiya. Metan istilik effekti 75'də 1 mol əmələ gəlir. Deməli, metan əmələ gəlmə istəyi 75 kilojoule bölmə oldu. Yuxarı reaksiyada 2 dənə 2 mol var. 2 vur 75. Və buradan x hesablayacağım. Cavab mənfi 227 variantı olacaq. Sonra bu reaksiyada əmələ gəlmə istilikləri verib Q-ni hesabladır. İndi dediyim kimi sağ çıx sol. Sağda CO2 var. A-dır, 1 moldur. A plus. Sağda yenə su var. Suyu B verib 2 mol olanda 2B. Çıxılsın. Solda oksigen bəsidir, nəzərə almırıq. Metan var, C. 1 mol elə C. A plus 2B çıx C. A variantı. Doğru ifadə. Oksigen daxil olduğu bütün reaksiyalarda istilik ayrılır. Xeyr, səhvdir. Məsələn, azotla reaksiyası endotermik idi. Bütün yanma reaksiyalarında, bəli, bütün yanma reaksiyaları eksotermikdir. Amma azotun bayaqki reaksiyası yanma deyil. Bax, N2 plus O2 endotermik və yanma deyil, yaxşımı? Ona görə bunu endotermik götürə bilirik. Bütün birləşmə reaksiyalarında istilik ayrılır. Xeyr, elə bu nümunə. Reaksiyada istilik ayrıldıqda delta H mənfi qiymət alır. Bəli, bu doğru idi. 2 və 4 D variantı. 12-ci suala baxırıq. Yine eyni tip sualdır. Baxın, əmələ gəlmə istəyi 500 bərabərdir. Bunu özü saxlayıb eləsəz daha yaxşı olar. AB2-ni verib əmələ gəlmə istəyi 400, 2 dənə var, 800. B bəsdir, nəzərə almırıq. AB-ni x verib 2 var, 2x. Və buradan x-i hesablasaq, 8 çıx 500 bölünsün 2, 800, 300, 150 eləyəcək. 13-cü sual. Əmələ gəlmə istəyinə əsasən prosesin istilik effektlərinin yenə də baxın eyni məsələdir. Burada Q bərabər olacaq. Bərkdən mayeni çıxacaq. Bərk neçədir? 292-dən. Mayen əmələ gəlmə 286-nı çıxırıq. Elədir, müsbət 6. Müsbət, cavab bir dənə qalıb belə. İkincidə, bərkdən qazı çıxırıq. 292-dən 242 çıxırıq. 50, elə cavab D olacaq. Sonra yanma, əmələ gəlmə istiliklərini verib C2H5OH-ın yanma istiliyini hesablayın deyir. Bunun üçün reaksiyanı yazaq, istilik effektini tapaq, sonra yanan maddənin əmsalına bölək. C2H5OH plus O2, CO2 və su əmələ gəlir. Deməli 2 atdıq, 3 atdıq, 2, 2, 4, 3, 7, 1 orada, 6, yox 3 atdıq. Deməli idim 3. Öncə bu reaksiyanın istilik effektini hesablayaq və C2H5OH-ın yanma istiliyi deyir. C2H5OH görə 1 mol yanır. Tapdığımız istilik effekti həm də C2H5OH-ın yanma istiliyi olacaq. İstilik effektini necə hesablayırdıq? Sağ çıx sol. Yəni CO2 əmələ gəlmə istiliyi 400-dür, 2 mol əmələ gəlib 800 plus suyun əmələ gəlmə istiliyi 242-dir, 3 mol əmələ gəlib 726. Çıxılsın ilkin oksigen bəsidir, nəzərə almırıq. Etil spirtin əmələ gəlmə istiliyi 272-dir, 278. Bu da 1248 A variantı olacaq. Deməli, bu reaksiyalar deyir, doğru olanları müəyyən edin. Yanma istiliyi istilik effektinin yarısına bərabər olsun. Bu nə zaman olar? Biz istilik effektin yanan maddənin əmsalına böləndə əmsal 2 olsa yanma istiliyin istilik effektinin yarısına bərabər olar. Bəs bunları bir-bir yazıb əmsallaşdırmalıyıq mı? Xeyr. Asan yolun dəfələrlə demişəm, amma sadəcə siz qulaq ardı eləmişsiniz, çox qayda kimi. Hidrogen indeksi bölürük 2-yə. Baxırıq 5. 5 tək rəqəmdir, yoxsa cüt rəqəm? Tək. Deməli, bura 2 düşəcək və burada da istilik effekti yanma istiliyinin yarısı olacaq. Bunu götürürük. 12-ni 2-yə bölürük. Tək rəqəmdir, xeyr, cüt rəqəmdir. Bura 1 qalacaq. Bunda olmaz. İkinci reaksiyada elə yanma istiliyi istilik effektinə bərabər olacaq. 6-nı 2-yə böldük, tək rəqəm düşdü 2, bu da olacaq. 8-i 2-yə böldük, tək cüt rəqəm 1 olmayacaq. Cavab 1 və 3 B variantı. 16. Mis 2 sulfat məhlul dəmir lövhə daxil etdikdə reaksiya sonu. Bu sadə sualdır. F plus mis SO4 FSO4 plus mis.
Lövhənin kütləsi 2 qram artır. 2 qram artım yazdıq. X qram misalına. Qramın altına 64. Bəs artımın altına nə yazacağıq? Artım demişdik ki, alınan metaldan reaksiya girən metalın ayrını çıxırıq. Yəni 64-də 56 çıxsaq 8 artım. Və tənasübə edirik. 4 dəfə azaldırıq. 64-ü 4-ə bölsək 16 Y variantı. Dəyişmə reaksiyası D-dir də. Natrium 2SO4 və ya natrium HSO4 plus H2. 2 mürəkkəbdən 2 mürəkkəb alınır. 18-ci sual. 4 qram kükürt tam yanmasına 36 kilojol istilik ayrılmışdır. Hansı termokimyəvi təmlik doğrudur? Reaksiya görürük ki, əmsal elə S plus O2, SO2 birim birədir. 4 qram 36 ayrılırsa, ayrılır, udulur deyəndə üstünə yazırıq. Kükürdün aşağısına 32, aşağıya da Q istilik effekti. Görə istilik effekti neçə olacaq, ona görə reaksiyanın hesabı tapacağım. 8 dəfə artır. 288 D variantı. 19. Azot 2 oksidin əmələ gəlmə istiliyi mənfi 90 kilojol bölüm oldu. Azot 2 oksidin əmələ gəlməsinə bir dənə baxaq. 2 NO. Yəni əmələ gəlmə istiliyi 1 mol NO əmələ gələrkən ayrılan, udulan istiliyi və ya ayrılan istiliyidir. Yəni 1 mol NO əmələ gəlsə mənfi 90 olur. Amma bizim reaksiyamızda görürük 2 mol əmələ gəlir. Demək bu reaksiyanın istilik effekti mənfi 180 olacaq. 2 qat. Sonra deyir ki 11,2 litr azotun 11,2 litr azot 2 oksidə qədər oksidləşmə zamanı udulan istilik X kilojol istilik udular. 22,4-də də 180 udular. 2 dəfə az 90 udular D variantı. 20-ci sual. Deməli bu hidrogenin həcm payı bu qədər. Bu sual gəlib 2020-də qəbula da düşüb. 200 litr, baxın bizim hidrogendən və karbon qazından ibarət 200 litr bir qaz qarışığımız var. Və orada da hidrogenin həcm payı 44,8 faizdir. Yəni 200-ün 44,8 litri, yəni 200 vurulsun %44,8, yəni 89,6 litr. Yəni bunu normal şəraitdə desəydi daha yaxşı olardı, yoxsa sual səhv olur. Normal şəraitdə dedizdirdik daha doğrusu, yoxsa sual əldə edə bilmərik. 22-də 4 mol hidrogenimiz var. Və qarışığın tam yanmasından neçə kilojol istilik ayrılır? CO2 yanmır. İndi 4 mol hidrogen yananda nə qədər istilik ayrılır? Onu hesablamalıyıq. Reaksiyaya baxırıq 2 mol yananda 572 ayrılırsa 4 molda bunun 2 qatı olacaq. 1000 bir dəqiqə şifahi hesablayamayacaq. 1144 kilojol istilik ayrılacaq. 21. Qrafik ağzı açıq qabda aparılan reaksiyada bərk maddənin kütləsi zamanasılı qrafikini ifadə edir. Çox qəşəng. Bərk maddə. Bərk maddənin kütləsinə fikir verin, müəyyən qiymətə qədər azalıb. Yaxşı. Qrafik hansı reaksiyaya aiddir? Bunları yazırıq. Bərk, bərk, bərk. Burada kütlə dəyişikliyi olmayacaq. Bərk maddə sabitdir. Bərk, bərk, qaz. Bax, burada qaz ayrılır. Bərk maddənin kütləsi bu ayrılan qaz qədər azalacaq. Amma bərk maddə yenə də qaldığı üçün tam sıfıra düşməyəcək, cavab B olur. Məsələn, burada bərk, qaz bərkdir. Burada bərk maddə özünə qazı birləşdirir. Kütləsi daha böyük olan bərkə çevrilir. Yəni burada müəyyən qiymətdə artan olar. Bərk maddə qaz-qaza parçalanır. Burada tamamilə bərk maddə sıfıra düşməli idi. Bərk, qaz, bərk. Bu da bu qrafik şəkildə olmalı idi. Cavab B olacaq. Reaksiyalar tamamlasaq birinci getmir. H2 plus O2 elektroliz. Kalium nitrat, kalium NO2 plus O2 alınır. H2O plus bu natrium OH alınır. Burada da H2O plus O2 alınır. Yalnız bəsit maddələr alınır dediyi B-dir. Yalnız mürəkkəb maddə alınır dediyi D-dir. Həm bəsit həm mürəkkəb maddə alınır C-yə. Hər olduğa. Deməli, etilenin tam yanma reaksiyasının istilik effekti 1400 kilojoldur. İstilik törətmə qabiliyyətini istəyir. İstilik törətmə qabiliyyəti 1 kiloqram etilenin tam yanması zamanı ayrılan istilikdir. İndi etilen C2H4'dür. Tam yanma reaksiyası deməli 2 atdıq, 3 atdıq. Bura əzbər yadındadır. İstilik effekti 1400.
Yəni bu nə deməkdir? 28 qram etilen yananda 1400 istilik ayrılırsa, bəs 1 kiloqram, yəni 1000 qram yananda nə qədər ayrılar? X. Buradan x bərabər olacaq. Kilojoule böl kiloqramdır. Mən qramla yazdım da prosto bunu. Eybəcər yox, çox böyük rəqəm görüntüsü olur, amma 1000-ə bölsək nə olacaqdır? Bunu elə 1 kiloqram şəklində saxlayaq. Kiçik rəqəm olsun da. $1400 50 deyək şərti olaraq. Onsuz da burada 0 azalma, 0 artma eyni şeyi digərində də nəzərə alacağımız üçün problem olmayacaq. Yəni asetilində. Asetilin yanında 2-ni hidrogen indeksi 2-yə böləndə bir tək rəqəmdə buraya 2 əvvəlcədən yazıram. Bayaq dedim qaydanı. Bura 5 düşür. Tam yanma reaksiya 2600. Fikir verin. Əmsallaşdırıb sonra əmsal atıram. Çünki reaksiyanın isti effekti tam əmsallar olandan sonra yazıla bilər. Məsələn, götürüm bura kəsir əmsal atsam, bura 2600 yaza bilmərəm. Bunu diqqətimizdə saxlayaq. Yenə burada 26, 52 qram yanında 2600 olursa 1 kiloqrama Y. Bu da 50 eləyir. Yəni x y-ə bərabərdir. 50-50 eləyir. Bu sonuncu sual idi. Bəli, növbəti bir izahın sonuna gəlmiş olduq. Sağ olun.